أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والعاقبة للمتقين ولا عدوان إلا على الظالمين أمر بالدعاء ووعد بالإجابة ووعد للمتقين بالثواب وللمجرمين بالعقاب والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه ومن تبعهم بإحسان إلى يوم الدين بلغ الرسالة وأدى الأمانة وجاهد في الله حق جهاده حتى أتاه اليقين وترك أمته على مثل البيضاء ليلها كنهارها لا يزيغ عنها إلا هالك أما بعد اللهم لا علم لي إلا ما علمتني وعلمني بما ينفعني وزدني علما وفهما وألهقني بالصالحين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Allah Subhanahu ve Teala Hadid suresinin 20. ayetinde buyurur ki: İ'lemu ennemel hayatid dunya la'ibun ve lahkun ve zinetun ve tefâhurun beynekum ve tekâsurun fil emvâli vel evlâd kemeseli gaysin a'cebel kuffâre nebâtuhu ثم يهيج فتراه مصفرا ثم يكون حطاما وفي الآخرة عذاب شديد ومغفرة من الله ورضوان وما الحياة الدنيا إلا متاع الغرور. Allah Subhanahu ve Teala buyurur ki, bilin ki dünya hayatı eğlencedir, oyundur, berbedektir ve mal dövlət artırmaq, evlad artırmaq istəyindən ibarətdir. Və sonra Allah Subhanahu taala buyurur ki, və bu dünya həyatı bir yağışa bənzəyir. Hansı ki o yağışdan bitkilər əmələ gəlir və həmən bitkidən əkinçilər heyrətlənirlər. Sonra həmən bitki saralır, sonra çöp olur, sonra isə məhv olur. Allah qatında, Allah Subhanahu ve Teala'nın qatında məğfirət vardır, Allah Subhanahu Teala'nın razılığı vardır və həmçinin Allah Subhanahu Teala'nın qatında şiddətli əzab vardır və dünya həyatı aldadıcı ləzzətdən başqa bir şey deyil. Ayət belə bitir. Allah Subhanahu ve Teala bu ayətdə, bu əzəmətli ayətdə İçərisində olduğumuz bu dünyanın nədən ibarət olduğunu Allah Subhanahu taala bizə xatırladır. Yəni içərisində olduğumuz bu dünya əyləncədir, ləzzətdir, oğul, uşaq, mal, dövlət artırmaq istəyidir. Və sonra ayətin sonunda Allah Subhanahu taala buyurur ki, və bu şey bitkiyə bənzədir dünya həyatının ki, sonunda yetişir, barın verir, sonra məhv olur. Dünya həyatında yəni hər bir şey nədir? Məhvə məhkumdur, hər bir şey məhv olur. Və ağıl sahibi olan bir müsəlman Allah Subhanahu ve Teala'nın bu əzəmətli ayətini dinlədikdən sonra, başa düşdükdən sonra bilir ki, içərisində olduğu bu dünya Allah qatında heç bir şeydir. Və bu içərisində olduğumuz dünya həyatı və Allah Subhanahu Teala'nın ayədə zikr etdiyi şeylər, mal, dövlət, oğul, uşaq, bunların hamısının boş şey olduğu bilindikdən sonra ağıl sahibi olan bir müsəlman yalnız bu dünyada olan şeylərdən Allah Subhanahu ve Teala razılığını qazanmaqdan ötürü Allah Subhanahu ve Teala'nın dininə kömək, dəstək etməkdən başqa bu dünyanın içərisində faydalı bir şey yoxdur. Və hər bir kəs sağlam olan, vaxtı olan, cavan olan kəs həmən bu qısa, boş olan dünyanın içərisində Allah Subhanahu ve Teala'nın razılığını qazanmaq və Allah Subhanahu Teala'nın dininə dəstək verməklə məşğul olmalıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə buyurur ki,
Ni'mətani məğbunun fihimə kəsirun minən-nas. İki nemət vardır ki, insanların əksəriyyəti o iki nemətdə aldanıblar. Əs-sıhhatu vəl-fəraq. Birinci sağlamlıq, ikinci də boş vaxt. Peyğəmbər s.ə.v buyurur ki, bu iki nemətdə insanların çoxu aldanıblar. Və İbn Kəsir rahiməhullah bu hədisi şərh edərək buyurur ki, İnnəhum müqəssirunə fi şükri həteynin ni'mətəyn. La yəqumuna bivacibihimə və mən la yəqumu bihaqqin mə vəcəbə aleyhi fəhvə məğbun. Bu aldananlar Allah subhanahu wa ta'ala bu iki nemətinə şükründə müqəssir olan kəslərdir. Bu iki nemətin, sağlamlığın və vaxtın şükründə müqəssir olan kəslərdir və hər kəs ki, özlərinə düşən haqqın əvəzini ödəmirsə, o kəs aldanır. İbn Kəsir buyurur. Və Abdullah ibn Ömər buyurur ki, Əxdə Rasulullah sallallahu aleyhi və səlləm bimənkəbi fəqalə kun fid-dünya kəənnəkə qarib əv əbirus səbil. İbn Ömər buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm mənim sinimdən tutdu və dedi ki, bu dünyada qərib ol və yaxud da bir yol keçən kəs kimi ol. Və İbn Ömər də Peyğəmbər sallallahu aleyhi və səlləm bu nəsiyyətindən sonra daim deyirdi ki, İzə əmsəytə fələ təntəzir əs-sabah və izə əsbəhtə fələ təntəzir əl-məsə. Əgər axşamladınsa, sabaha gözləmə və əgər sabahladınsa, axşamı gözləmə. Və xuz min sihhatikə li məradikə və min həyatikə li məvdikə. Sağlamlığından xəstəlik dövrün üçün istifadə et və həyatındansa ölümündən ötürü istifadə et. Və Peyğəmbər s.ə.v başqa bir hədisdə buyurur ki, Əl-cənnətu əqrabu ilə əhədikum min şiraki nə'lihi və nəru misli zəlik. Cənnət də, cəhənnəm də sizlərdən birinə ayaqqabısının bağından daha yaxındır. Yəni, insan uzun arzular edir, həyatında çox şeylər fikirləşir. Lakin ölüm gəldikdə, insan öldükdə, ölüm mələyi gəldikdən sonra insana cənnətdəki yeri və yaxud da cəhənnəmdəki yeri göstərilir. Ona görə bu hədisdə Peyğəmbər s.ə.v buyurur ki, cənnət, cəhənnəm sizlərdən birinizə ayaqqabısının bağından daha yaxındır. Və insan öldüsə artıq o kəsin qiyaməti qopur. Və Peyğəmbər s.ə.v yenə başqa bir hədisdə buyurur ki, Mə ənə fid-dünya illə kərrakib istəzallə təhtə şəcərətin sümmə rahə və tərəkəhə. Mənimlə dünyanın münasibəti bir ağacın altında kölgələnib, istirahət edib, sonra yoluna davam edən bir kəsə bənzəyir. Yəni, ağacın altında bir kəs misafir oturdu, dincəldi, sonra yoluna davam etdi. Bu dünyanla mənim münasibətim bu qədərdir. Peyğəmbər s.ə.v buyurur. Və həmsinin başqa bir hədisdə Peyğəmbər s.ə.v buyurur ki, İqtənim xamsən qablə xamsin. Şəbəbəkə qablə hərəmikə və sihhətəkə qablə səqamikə və qinəkə qablə fəqrikə və firağəkə qablə şuğlikə və həyətəkə qablə məvtikə. 5 şeydən öncə 5 şeydən istifadə et, Peyğəmbər s.ə.v buyurur. Gəncliyindən qocalıq gəlməmiş istifadə et və sağlamlığından xəstəlik gəlməmiş istifadə et və varlı olduğun vaxtdan, kasıblığın gəlməmişdən qabaq istifadə et və vaxtın çox olan vaxtı, vaxtın olmayacaq vaxtların gəlməsinə qədər istifadə et və həyatından da ölümün gələnə qədər istifadə et, Peyğəmbər s.ə.v buyurur. Deməli, öndə zikr etdiyim ayət, dünya həyatı, onun içərisində olan şeylərin hamısının boş şeylər olduğunu bildirir. Sonra Peyğəmbər s.ə.v bu hədislərdə müsəlmana vaxtından, həyatından, malından, sağlamlığından səmərəli istifadə etməyi bildirir. Bu şeyin çox mühüm olduğunu bildirir. Və ağıl sahibi olan bir müsəlman gərək Allah subhanahu və teala'nın dininə fayda verməkdən ötürü Allah subhanahu və teala ona verdiyi şeylərdən və hədislərdə zikr edilən şeylərdən gərək istifadə etsin. Allah subhanahu və teala Muhammed surəsində buyurur ki, 7-ci ayətdə: "Ya eyyuhellezine amenu in tansurullaha yansurukum
və yusabbit əqdəməkum. Ey iman gətirənlər, əgər siz Allaha kömək edərsəniz, Allah da sizə kömək edər və sizin qədəmlərinizi sabit edər, yəni möhkəm edər. Allah Subhanahu taala bu ayətdə iman gətirənlərdən kömək istəyir. Nədir bu kömək? Allah Subhanahu taalanın heç bir şeyə ehtiyacı yoxdur. İslamda olan ibadətlərin içərisində ən çətin, ən ağır ibadət Allah Subhanahu taalanın yolunda canı ilə cihad etməkdir. Ən çətin ibadət. Peyğəmbər sallallahu əleyhi və səlləm bu ibadətdə zirvətü sənamil İslam, İslamın ən uca zirvəti deyir. Hər insan o zirvəyə qalxa bilmir. Və Tövbə surəsində münafiqlərin nifaq sifətlərinin üzə çıxmasının səbəbi Allahın bu ibadəti onlara əmr etməsi ilə oldu. Bu ibadəti edən kəslər barəsində belə Allah Subhanahu taala buyurur ki, Ənkabut surəsinin əvvəlində: وَمَنْ جَاهَدَ فَإِنَّمَا يُجَاهِدُ لِنَفْسِهِ فَإِنَّ اللَّهَ لَغَنِيٌّ عَنِ الْعَالَمِينَ. Kim cihad edərsə, özü üçün, öz nəfsi üçün cihad edər, Allahın aləmlərə ehtiyacı yoxdur. Allah Subhanahu taala ən çətin ibadətə belə buyurur ki, Allahın o ibadətə ehtiyacı yoxdur. Heç bir şey ehtiyacı yoxdur. Lakin bayaq zikr etdiyim ayətdə Allah Subhanahu taala buyururdu ki, "İn tansurullaha yansurukum." Əgər Allaha kömək etsəniz, Allah sizə kömək edər. Nədir o kömək? İslam alimləri deyirlər ki, Allah Subhanahu taalanın bizdən istədiyi kömək, Allah Subhanahu taalanın tövhidini öyrənmək, həmən tövhidə Allahın dininə əməl etmək, dəvət etmək, kömək budur. Necə ki, Məkkədə nazil olan ayətdə Allah Subhanahu taala buyurur ki, Furqan surəsində: "Və la tuti'il kafirin və cahidhum bihi cihadan kabira." Onlara, kafirlərə itaat etmə, onunla böyük bir cihad et. Onunla İbn Abbas təfsirində buyurur ki, yəni Quranla edilən cihad, dillə edilən cihaddır, dəvətdir bu, əmr bil ma'ruf və nəhyanil münkərdir. Allah Subhanahu taala bizdən istədiyi köməyin birincisi budur. İki köməyin birincisi budur. Allah Subhanahu taala müsəlmanlardan kömək istəyir. İkinci kömək isə Allah Subhanahu taalanın istədiyi kömək yardımlaşmaq. Müsəlmanlar Allah Subhanahu taala onlara verdiyi şeylərdə elmi olan elmi ilə, malı olan malı ilə yardımlaşmalıdır ki, Allah Subhanahu taalanın dininə dəstək versin. Deməli, Allah Subhanahu taala buyurur ki, "İn tansurullaha yansurukum və yusabbit əqdəməkum." Allaha kömək edərsənizsə, Allah da sizə kömək edər və qədəmlərinizi sabit qılar. Allah Subhanahu taalanın köməyi bu iki şeydir. Və bu iki şeylə müsəlmanlar Allah Subhanahu taalaya kömək etdikdən sonra Allah Subhanahu taalanın Quran-ı Kərimdə vəd etdiyi köməyi, izzəti müsəlmanlara gəlir. Allah Subhanahu taala ayətdə buyurur ki, "Ələ izzətu lillahi və lirasulihi və lilmu'minin." İzzət Allahın, Rəsulunun və möminlərindir. Lakin izzət necə əldə edilir? Həmən Allah Subhanahu taalanın bizdən istədiyi o iki şeyin, o iki kömək ki, Allah Subhanahu taalanın dininə dəstək verir müsəlmanlar, sonra Allah Subhanahu taalanın izzəti gəlir. Allah Subhanahu və Teala buyurur ki, "Və kana haqqan aleyna nasrul mu'minin." Möminlərə kömək etmək bizim üzərimizdə haqqdır. Və başqa bir ayətdə Ğafir surəsinin 51-ci ayətində Allah Subhanahu taala buyurur ki, "Və inna lanansur rusulina vellezina amanu fil hayatid dunya və yevme yaqumul ashhad." Şübhəsiz ki, biz rəsullarımıza və iman gətirənlərə, yəni möminlərə dünya həyatında da və şahidlərin şəhadət verəcəkləri gün, yəni qiyamət günü kömək edəcək. Allah Subhanahu taala buyurur ki, şübhəsiz ki, biz möminlərə, rəsullarımıza və möminlərə həm bu dünyada, həm də axirət günü kömək edəcək Allah Subhanahu taala buyurur. Lakin Allah Subhanahu taalanın müsəlmanlara ey iman gətirənlər, əgər Allaha kömək edərsiniz, şərt qoyaraq ayətdə buyurur ki, əgər Allaha kömək edərsəniz, Allah da sizə kömək edər. Allah Subhanahu taalanın bizdən istədiyi kömək həmən o iki şeydir. Allah Subhanahu taalanın tövhidini öyrənmək və tövhidinə dəvət etmək elmi şəkildə. Yusuf surəsində 108-ci ayətdə Allah Subhanahu taala buyurur ki, "Qul hazihi sabili ad'u ila Allahi ala basiratin ana və men ittaba'an." De ki, bu mənim yolumdur. Peyğəmbərə əmr edir Allah Subhanahu taala. De ki, bu mənim yolumdur. Mən Allaha bəsirət üzrə dəvət edirəm və mən və mənə tabe olanlar. Ayətdə Allah Subhanahu taala vəsf edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm və ona tabe olanlar Allah Subhanahu taalaya bəsirət üzrə dəvət edirlər. İmam Tabari təfsirdə buyurur ki,
Alə basirətin, bəsirət üzrə, yəni yəqinu ilmin minni, məndən olan yəqin bir elmlə. Yəqin bir elmlə onu tələb etməklə ortaya çıxır, hasıl olur. O elmi əldə etmək lazımdır. Elmsiz ibadət, elmsiz dəvət, elmsiz namaz, elmsiz oruc, həcc, cihad, heç bir şey, bunların heç birinin faydası yoxdur. Ömər bin Abdülaziz rahiməhullah buyurur ki, mən əbədallaha bi qeyri ilmin kənə mimmə yufsid əksər mimmə yuslih. Kim ki Allaha elmsiz şəkildə ibadət edərsə, onun etdiyi ibadətin fəsadı islahından daha çox olar. Və Allah Subhanahu taalanın bizdən istədiyi köməyin birincisi, Allah Subhanahu taalanın dinini öyrənib ona dəvət eləməyə çalışmaq. İkincisi isə müsəlmanların malik olduqları elm, mal, onu Allah Subhanahu taalanın dini üçün xərcləmək, yardımlaşmaq. Sədəqə deyən bir ibadət var şəriətdə. Allah Subhanahu taalanın ayətlərində, Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərində müsəlmanların əksəriyyəti sədəqə kəlməsinin, sədəqə sözünün mənasından belə qafildirlər. Sədəqə kəlməsi ərəb dilindən tərcümədə sıdq kəlməsindəndir. Sıdq nədir? Doğruluq, nifaqın əksi. Necə ki, la ilahe illallahın şərtlərindən birisi sıdqdır, yəni nifaqın əksi. Yəqulunə bi əlsinətihim mə leysə fi qulubihim. Qəlblərində olmayan şeyi dilləri ilə deyirlər. Kimlərdir bunlar? Münafiqlər. La ilahe illallah kəlməsinin şərtlərindən birisidir sıdq. Sədəqə kəlməsi də həmən sıdq kəlməsindəndir. Yəni doğru olmaq. İnsan iman gətirdiyin iddia edirsə, lakin malından, elmindən sədəqə vermirsə, deməli insan sadiq deyil. Və həmən ibadətin adı da ona görə sədəqə qoyulub. Sıdq kəlməsindəndir. Və Allah Subhanahu taalanın dininə yardım etməkdən ötürü, bu da küfrün, şirkin, fıskın çox olduğu yerlərdə Allahın dinini öyrənib dəvət eləməklə bərabər yardımlaşmaq, müsəlmanların bir-birinə kömək etməsi və bu sədəqə ibadətidir. Sədəqə ibadətidir ki, Allah Subhanahu taala Bəqərə surəsində 261-ci ayətdə buyurur ki, Məsəlüllezine yunfiquna envalahum fi sabilillah kəməsəli həbbətin ənbətət səb'ə sənəbil və fi kulli sumbilətin mi'ətü həbbə Vallahu yudaifu limən yəşə. Malını Allah yolunda xərcləyən, sədəqə verən, infaq edən kəslərin misalı bir toxuma bəndəyir. Hansı ki o toxumdan 7 sümbül bitir və hər sümbüldə 100 toxum olur. Bir toxum 700 toxum əmələ gətirir. Allah Subhanahu taala sədəqə verənlərin mükafatını, əcrini 1-ə 700 artırmaqla vəsf edir ayətdə. Vallahu yudaifu limən yəşə. Allah istədiyi kəsin əcrini, mükafatını artırar, istədiyi qədər artırar. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, Mə min yevmin yusbihu l-ibadu fihi illə mələkəni yənzilən. Hər bir gələn gün Allah Subhanahu taalanın 2 dənə mələyi nazil olur yer üzərinə. Birinci mələk deyir ki, Allahümmə a'ti munfiqən xaləfən. Allahım, infaq edənin, sədəqə verənin malının əvəzini ona qaytar. Mələk yerə nazil olub Allah Subhanahu taalaya dua edir. İkinci mələk isə Allah Subhanahu taalaya dua edərək buyurur ki, deyir ki, Allahümmə a'ti mumsikən tələfən. Allah malını özü üçün saxlayan kəsin malını məhv et, tələf et. Hər sabah 2 mələk nazil olur və hər biri bu cür dua edir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir. Allah Subhanahu taalanın dininə fayda verməkdən ötürü və ya zikr etdiyim bu cür yerlərdə müsəlmanların yardımlaşması, elm öyrənmələri, dəvət eləməkləri və hər bir kəsin nəyə varsa bacardığı ilə Allah Subhanahu taalanın dininə yardım etmələri vacibdir. Və başda zikr etdiyim hədislər ki, insanın sağlamlığı, gəncliyi, malı, vaxtı, bu şeylərdən müsəlman həmən bu şeylərdən ötürü istifadə etməlidir. Allahın dininə yardım verməkdən ötürü. Yerdə qalan şeylər əvvəldə qeyd etdiyim, başlanğıcda ayətdə zikr etdiyim kimi Allah Subhanahu taala buyurduğu bu dünyanın içərisində olan şeylərin nə olduğunu bildik ki, bu şeylərdən başqa kənarda nə varsa hamısı boş şeydir. Və Allah Subhanahu və Teala'dan istəyirəm ki, bizim hamımızı eşidib, faydalananlardan etsin və bu şeylərə Allah Subhanahu Teala'nın dininə yardım etməyə bizi müvəffəq etsin və müsəlmanları izzətləndirsin
Ve ahiru da'vana enelhamdülillahi rabbil alemin. Subhanakallahumma ve bihamdik. Eşhedü en la ilahe illa ent. Estağfiruka ve etubu ileyk.